Salam, hər vaxtınız xeyir olsun dəyərli dostlar. Xoş gördük hər birinizi. Bu gün günün ən aktual mövzularından biri olan Çin avtomobilləri haqqında bir neçə məlumat sizə bildirmək istəyirəm. Daha doğrusu, yəni ictimaiyyət arasında yalan məlumatlar var. Bəzi Çin avtomobillərinin, xüsusən də BYD aid olan və bəzən Changan'a aid olan avtomobillərin mühərrik gücləri haqqında verilən məlumatlar tamamilə yalan məlumatlardır. Bəzən BYD Destroy 05 avtomobilləri və yaxud GIM Plus avtomobilləri üçün mühərrik gücünün 290 at gücü olduğu bildirilir. Bu tamamilə yalan bir məlumatdır. Yəni bu avtomobillərin at gücü 290 at gücü deyil. Yəni bunu sürən adamlar özləri də təsdiq edə bilərlər ki, avtomobilin gedişi falan bu 290 at gücünün gedişi deyildir. Bunu hardan bilmək olar? Bu avtomobillərin 290 at gücü əslində marketinq hiləsidir. Belə deyərdim, ona görə avtomobil alarkən daha diqqətli olun. Düzdür, bu avtomobilin 290 at gücü və yaxud 190-180 at gücü olmasının, yəni xüsusilə də bu avtomobillər taksiyə sürüldüyü üçün, büdcə avtomobilləri olduğu üçün bir o qədər də əhəmiyyəti yoxdur. Yəni 290 at gücü olacaq və yaxud 300 at gücü olacaq. Bunun xüsusi bir əhəmiyyəti yoxdur. Lakin yalan məlumatlar bəzən ortaya çıxır. Yəni bu 290 at gücü hardan ortaya çıxıb və hardan deyildiyi haqqında sizə ümumi məlumat vermək istəyirəm. Yəni avtomobilin 1,5 litrlik 110 at gücü hasil edən generator tipli mühərriki var. Xüsusilə BYD avtomobilindən gedir söhbət və bundan əlavə isə 180 at gücü verən elektrik mühərriki var ki, bu avtomobili hərəkətə gətirən də məhz elektrik mühərrikidir. Yəni bu avtomobilin ümumi at gücü kimi 110 at gücü üzərinə də gəlirlər, 180 at gücü, 290 at gücü kimi qiymətləndirilib elə bildirilir ictimaiyyətə, amma bu tamamilə yanlış fikirdir. BYD GIM Plus və yaxud BYD Destroy 05 avtomobillərinin heç birində 290 at gücü nəzərdə tutulmuyor. Yəni bu avtomobillərin təkərə ötürülən güc elektrik mühərrikindən getdiyi üçün və bu belə deyək, bu avtomobilin təkərlərə ötürülən gücü maksimum olaraq 180-185 at gücü civarındadır və bu da kifayət qədər böyük göstəricidir. Bəzən deyirlər ki, bu avtomobil yerindən çox cəld götürülənir, kifayət qədər sürətlidir, 0-dan 100-ə sürətlənməyi 7.9 saniyədir və bu da hətta bir çox Hyundai'nin hətta Sonata modelini belə üstələyən gücə malik olduğu bildirilir. Doğrudur, bəli, bu Hyundai'nin bir çox avtomobillərinin xüsusilə 274 at gücü və 245 at gücündə hasil edilmiş avtomobilləri çox asanlıqla ötməyə imkan verir. Lakin bu avtomobillərin sürətli olmasının səbəbi elektrik mühərriklərinin istifadə edilməsidir. Yəni burada daxiliyyanma mühərriki birbaşa olaraq batareyaların doldurulması işini həyata keçirir. Yəni təkərlərə gücü ötürmür. Ona görə mən istədim bu barədə sizə ümumi məlumat verim. Ümid edirəm bu məlumat sizin üçün maraqlı olacaq. Bundan başqa digər ən aktual avtomobillərdən biri də hal-hazırda Azərbaycan bazarında daha çox satılan Çin avtomobillərindən biri də Changan Unive DD və Changan Goyan 06 modelləridir ki, bu avtomobillər də hal-hazırda Azərbaycan bazarında kifayət qədər aktualdır və bu avtomobillərin ölkəyə gəlişi və ölkədə satışı kifayət qədər çoxdur. Hətta bildiyim qədərilə artıq bu avtomobillərin ehtiyat hissələri də ölkəmizdə satışda var və bu çox müsbət bir haldır ki, elektrik avtomobillərinə, xüsusilə də plug-in hibrid avtomobillərinə ölkəmizdə maraq artır. Bu həm təbiətin qorunmasında, həm atmosferin qorunmasında, həm də ki, belə deyək də, avtomobil parkının yenilənməsində kifayət qədər mühüm rol oynayır və bir şey dediyim ki, bu Changan Goyan A06 və yaxud Changan Unive DD modeli haqqında da bəzən yalan məlumatlar verilir ki, 325 at gücü hasil edən mühərriki var və bu da yanlış fikirdir. Changan Goyan A06 avtomobilinin maksimum gücü 215 kilometrdir, 215 at gücüdür, üzr istəyirəm. Və bu da onu deməyə əsas verir ki, bu avtomobilin at gücü 325 at gücü deyildir. Yəni bunu da necə nəzərdə tuturlar? 110 at gücü hasil edən daxiliyyanma mühərriki, 215 at gücü hasil edən də elektrik mühərriklərinin ikisinin cəmini toplayıb 325 at gücü adı ilə ictimaiyyətə bildirirlər, bəzən marketinq strategiyası olaraq və bu da yanlış fikirdir, heç də doğru deyildir. Changan Goyan A06 və yaxud Changan Unive DD modellərinin maksimum at gücü 215 at gücün keçmir. O zavod istehsalı olandan söhbət gedir, sonradan kimsə müdaxilə edib və yaxud da hansı yolla at gücünü artırıb və yaxud nəsə edib, bunlara aid etmirik.
Və bir şey də nəzərinizə çatdırım ki, artıq 2024-cü ilin axırından Changan Guyan A06 modelinin istehsalı dayandırılmışdır. Onun əvəzinə yenidən Changan Unive DD modeli plug-in hibrid formada istehsala başlanılmışdır. Və bir şey də nəzərinizə çatdırım ki, bu hər iki avtomobil Azərbaycan bazarında kifayət qədər sevilir və bunların sevilməsinin səbəbi yanacaq sərfiyatıdır. BYD Gimpilus avtomobillərinin yanacaq sərfiyatı 3.7 litr, Changanlarda da səhv etmirəmsə 4.2 litr kimi göstərilir, yəni 100 kilometrə və bu da kifayət qədər yaxşı nəticədir. Və bundan əlavə BYD Gimpilus və yaxud BYD Destroy 05 avtomobillər 55 kilometr elektriklə hərəkət etmək xüsusiyyətinə malikdir. Changan Unive DD modeli və yaxud Changan Guyan A06 modellərində isə bu rəqəm 130 km zavod norması göstərilir. Lakin bu müəyyən mənalarda göstərilərindən daha aşağı nəticə göstərilir. Yəni BYD avtomobilləri hardasa 30-35 km elektriklə getmək xüsusiyyətinə malikdir. Changan Guyan A06 modeli isə 110-120 km-ə qədər gedə bilər. Yəni bu sizin sürməyinizdən asılı olaraq dəyişən bir haldır. Bəzi youtuberlər, yəni bilmirəm, marketing, PR məqsədi ilə, gəlir əldə etmək məqsədi ilə yalan məlumatlar verir. Bəzən avtomobillərin at gücünü daha artıq deyirlər, bəzən avtomobil haqqında daha doğru, düzgün məlumat vermirlər və bu da ictimaiyyətdə müəyyən qədər narazılıq da yarada bilir, bəzən səhv məlumatlandırma da yarada bilir və bu məlumatı verməyi mən özümə borc bildim. Bu gün avtomobil satış elanlarının əksəriyyətində bu avtomobillər haqqında verilən məlumatlarda müəyyən qədər yanlış fikirlər var. Bəlkə də bilməyərəkdən verilən fikirlərdir və ya bilərəkdən marketing strategiyası olaraq da verilə bilər. Yəni bu hər iki hal mümkündür. Lakin bəzən BYD Gimpilus avtomobillərinə və yaxud Destroy A05 avtomobili üçün 290 at gücünün göstərilməsi doğru məlumat deyildir. Bu avtomobilin maksimum gücü 180 at gücüdür. 180 at gücü təkərlərə ötürülən gücdür. Və bəzən deyirlər ki, bəs necə olur ki, bu avtomobillər 180 at gücü deyirsiniz, amma bu avtomobil axı kifayət qədər performanslıdır. Performanslı olmasının səbəbi bunun elektrik mühərrikidir. Yəni avtomobilə gücü ötürən qurğu elektrik mühərrikidir. Yəni güc avtomobilin təkərlərinə elektrik mühərrikindən ötürülür və 180 at gücü elektrik mühərrikindən təkərlərə ötürülməsi və CVT tipli ötürücü sistemindən istifadə edilməsi, bəzən reduktor tipli ötürücüdən istifadə edilməsi bu avtomobillərin 0-dan 100-ə sürətlənməyini ən yüksək həddə çatdırır və çox yüksək sürətlərdə hərəkət etmək xüsusiyyətinə malikdir. Və bu yüksək sürət dedikdə biz maksimum sürəti nəzərdə tutmuram. Aydın məsələdir ki, 0-dan 100-ə sürətlənmək nəzərdə tutulur və hər iki avtomobili sürən şəxslər özləri də təsdiq edə bilərlər ki, bu avtomobillərin 100 kilometrdən sonraki sürətlənmələri kifayət qədər ləngdir. Yəni bu nə 290 at gücünün gedə biləcəyi sürətdir, nə də 325 at gücünün. Ona görə də belə məlumatları bəzən araşdırmanız, bəzən diqqət yetirməniz yaxşı olar. Düzdür, bu elə də bir ciddi bir səhv yaratmır. Tutalım ki, əgər hər hansı bir avtomobilin 290 at gücü, o 180 at gücü olması bir o qədər də yəni fərq yaratmır. Çünki bu avtomobillerin hər ikisi büdcə avtomobillərdir, minimum komplektasiyalardır və bu avtomobillerin bazara çıxışının əsas səbəbi yəni insanlara yeni avtomobili daha ucuz qiyməti təklif edə bilməkdir. Və bu avtomobillerin ölkəmizə gəlməyə aydın məsələdir ki, bir çox digər avtomobillər, xüsusilə Alman, Yapon və Amerikan avtomobillərinin, iri köhnə avtomobillərin bazarını öldürdü, belə demək mümkünsə, yəni artıq kənardan həmin avtomobillər ölkəmizə çox az gəlir, gəlirsə də yəni satışları çox aşağı səviyyədədir. Və bunu biz maşın bazarlarına daxil olduğumuz zaman da görə bilərik, avtomobil saytlarına daxil olduğumuz zaman da görə bilərik ki, bu avtomobillərə maraq azalmışdır. Və azalmasının da əslində səbəbləri çoxdur və ən əsas səbəbi isə bu avtomobillərin yanacaq sərfiyatıdır. Tutalım ki, BYD Destroy A05 avtomobilini ala biləcəyin qiymətə sən 2010-cu ilin və yaxud 2012-ci ilin Hyundai Sonatasını, Kia Optimasını falan ala bilərsən. Lakin bu avtomobillerin yanacaq sərfiyatı və ehtiyat hissələrinə olan tələbatı daha çox olduğunu nəzərə almaq lazımdır. Belə demək mümkünsə 2011-ci ilin Hyundai Sonatasını və yaxud da ki Kia Optimasını, Chevrolet Malibu'su olsun və yaxud Opel Insignia'sı olsun fərq etmir, Ford Mondeo'su olsun,
Bütün bu avtomobillər yanacağa həm həssas avtomobillərdir, həm də kifayət qədər çox yanacaq işlədir. Hyundai Sonataların və Kia Optimaların hətta yanacaq sərfiyyatının şəhər daxilində 13-14 litrə çıxdığını deyənlər var. Yəni bunu sürən adamların dediyindən söhbət gedir. Yəni bu kənar şəxslərin dediyi məlumatlar deyildir. Ona görə belə avtomobillərin ölkəmizdə olması və bu avtomobillərə olan marağın azalması kifayət qədər doğru addımdır və ölkəmizdə yeni avtomobillərə olan tələb bundan sonra da artacaq. Çünki bu avtomobillər həm ekonomdur, həm sərfəlidir, həm də yeni avtomobil olduğu üçün bir neçə il bu avtomobilə əl gəzdirmədən və yaxud da ki, hər hansı bir xərc tələb etmədən avtomobili idarə etmək mümkün olacaq. Bu avtomobillərin sürətlənmələri və bütün funksionallıqlarının da olması bu avtomobillərə olan marağı kifayət qədər artırıb. Doğrudur, Detroit A05 avtomobillərinin artıq lüks versiyaları, lüks dedikdə daha dolu versiyaları ölkəmizə gəlmir. 2022-23-cü ildən bəri gəlmir. Lakin bundan əvvəl var idi ölkəmizdə, yəni 360 dərəcə kamerası falan olan versiyaları var idi. Ön və arxa park radarları ilə təmin edilmiş avtomobillər ölkəmizdə var idi. Ya da lükuna çatınca olanları var idi. Lakin indi hal-hazırda zavod həmin avtomobilləri istehsal etmir. Changan Guoyan A06 modelində isə bu avtomobillər hələ də var. Yəni 360 dərəcə kamera, avtomatik park radar parklama sistemi və Distronic, EDAP display və s. hamısı olan formaları ölkəmizdə hal-hazırda satışda var. Lakin yenə onu bildirmək istəyirəm ki, Changan Guoyan A06 avtomobillərinin 2024-cü ildən etibarən istehsalı dayanmışdır və yeni adla istehsal edilir. Bu artıq Changan Unive DD avtomobilləri adı ilə istehsal edilir. Belə maraqlı məlumatları izləmək və mənə dəstək olmaq istəyirsinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Mənim səhv düşündüyüm hər hansı bir məsələ varsa və yaxud mənim fikirlərimdə hər hansı bir səhvin olduğunu düşünürsünüzsə və yaxud müzakirə aparmaq istəyirsinizsə şərh bölməsində şərhlərinizi gözləyirəm. Sağ olun, sağlıqla qalın, Allah'a əmanət olun.